Deməli, bu gün baxırıq mənəvi inkişaf nəzəriyyəsinə. Mənəvi inkişaf kimin nəzəriyyəsidir? Mənəvi inkişaf Lawrence Kohlbergin nəzəriyyəsidir. Kohlberg nə deyir? Kohlberg deyir ki, əxlaqi cəhətdən inkişaf eləmiş uşaqların deyir hamısı parlaqdır, amma parlaq uşaqların da hamısı mənəvi cəhətdən inkişaf eləyə bilmirlər. Yəni bunu deyir və bu nəzəriyyə də insanların mənəvi inkişafı ilə bağlıdır, uşaqların mənəvi inkişafı ilə bağlıdır. Kohlberg bir müddət Piagetin zehni inkişaf mərhələləri nəzəriyyəsini araşdırır, onunla tanış olur və bundan sonra mənəvi inkişaf nəzəriyyəsi fikrini irəli sürür. Ona görə, yəni əvvəllər ondan əvvəl fikirləşirdilər ki, və ona qədər fikirləşirdilər ki, uşaqların mənəvi dəyərləri onların yaşadığı mühitdən asılıdır. Kohlberg isə tədqiqatlar aparır və göstərir ki, uşaqların mənəvi inkişafı onların idraki inkişafından sıx əlaqəlidir. Necə ki, biz deyirdik, Piagetdə yaş mərhələləri var idi və ona uyğun olaraq da uşağın zehni inkişaf eləyirdisə, mənəvi inkişaf nəzəriyyəsini yaradan Lawrence Kohlberg də deyir ki, uşaqların zehni inkişafı inkişaf elədikcə, zehni inkişaf olduqca, onların mənəvi dəyərləri də belə deyək artır. Mənəvi inkişafları da başlayır inkişaf eləməyə. Çox uzun dövrlər bu mənəvi dəyərlərlə bağlı məsələlər insanları belə deyək narahat eləyib və buna suallar axtarmağa çalışıblar. Lawrence Kohlberg də bunu psixologiya tərəfindən və təhsil sahəsində belə deyək, təhsillə əlaqələndirərək araşdırmış bir alimdir. Və bu araşdırır və sonda dediyimiz kimi mənəvi inkişaf nəzəriyyəsi fikrini irəli sürür. Mənəvi inkişaf nəzəriyyəsi nə deməkdir qısacası desək, Kohlbergə görə uşaqların mənəvi inkişafı necə olur? Mənəvi inkişafı onların yaş artımı ilə paralel gedir və bu onların şəxsi təcrübələrindən, həyatdakı sosial mühitdə olan təcrübələrindən, digər insanlarla qarşılıqlı ünsiyyətlə və problemli vəziyyətlərdə qarşılaşanda onlara hansı həll yolları belə deyək də, irəli sürməklərindən asılı olan bir şeydir. Yəni Kohlbergə görə uşaqların mənəvi inkişafı ətraf mühitdə olanlara qarşı verdikləri belə deyək, reaksiyadan asılı olaraq biz onu qiymətləndirə bilərik ki, hansı mənəvi inkişafın səviyyəsindədirlər, hansı dövrdədirlər. Və burada yaşlarla da çox əlaqələndirir mənəvi inkişaf nəzəriyyəsini ki, mənəvi inkişaf insanın yaşı ilə əlaqəlidir və bundan əlaqə sosial təcrübə ilə və ətraf mühitlə də əlaqəli formada formalaşır insanın mənəviyyatı. Belə, bu mənəvi inkişafla bağlı əvvəl hissədə deyəcəklərimiz. Və biz burada mənəvi inkişafı bir müəllim olaraq niyə öyrənirik, ona fikir verək. Biz ona görə öyrənmirik ki, uşaqlarda səhv tapaq. Hansı mənəvi inkişafın hansı səviyyəsindədir və bunu səhv eləyir kimi yanaşmada olaq. Biz ona görə mənəvi inkişafı öyrənirik ki, uşaqların hansı səviyyədə olduğunu müşahidə edib tapaq və onu digər səviyyələrə keçirtməyə çalışaq. Yəni inkişaf elətdirməyə çalışaq. Müəllimin əsas məsələ öyrənməli olduğu, bu nəzəriyyəni öyrənməli olduğu əsas məqsəd budur. Deməli, bu nəzəriyyədə 3 dənə səviyyə var və 6 mərhələ var. Kohlberg bunu 3 səviyyəyə və 6 mərhələyə belə deyək ki, bölübdür. Birincisi prekonvensional səviyyədir. 2 mərhələdən ibarətdir. İtaət, cəza və individualizm. İkincisi konvensional səviyyədir. Yəni 2 mərhələsi var. Qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Üçüncüsü postkonvensional səviyyədir. Sosial müqavilə və universal etik prinsiplər. Biz səviyyələr haqqında ümumi danışıb, sonra keçib hər bir mərhələni ayrıca-ayrıca vurğulayacağıq. İlk olaraq baxaq prekonvensional səviyyənin nə olduğuna. Nə deməkdir? Deməli, prekonvensional səviyyə uşağın lap aşağı yaş dövrlərində olur. Yəni təxmini 8-9 yaşlara qədər olan uşaqlarda bu belə deyək, mərhələnin biz, daha doğrusu səviyyənin biz belə deyək, xüsusiyyətlərini görə bilərik. Burada uşaqlar qoyulan qaydalara konkret olaraq əməl eləyirlər və qaydanı pozduqda nələrlənsə üzləşəcəklər, buna görə qərarlarını verirlər. Yəni bu səviyyədə olan uşaqların mənəvi dəyərləri formalaşmayıb. Yəni onlarda mənəvi dəyər yoxdur. Sadəcə olaraq onlara qarşı elədikləri hərəkətin belə deyək, nəticəsinə qarşı onlara nə veriləcəksə, nə ediləcəksə, ona uyğun olaraq rəftar eləyirlər. Yəni burada müstəqil olaraq düşünmə, müstəqil olaraq qərar vermə yanaşması yoxdur prekonvensional səviyyədə. İndi baxaq nə demək istəyirdik burada. Bax dedik ki, prekonvensional səviyyə 2 mərhələdən ibarətdir. İtaət, cəza və individualizmdən. Və deyirik ki, bu mərhələdə uşaqlar mənəvi inkişafın ən alt səviyyəsidir də və burada mənəvi inkişaf demək olar ki, formalaşmayıb. Onlar başqa insanların belə deyək ki, daha doğrusu elədikləri hərəkətlərin nəticələrinə görə nəticələrinin nə ilə belə deyək, qarşılaşdırıldığına görə hərəkətlər eləyirlər. Məsələn, bir dənə misal verək. İtaət cəza ilə bağlı, sonra da individualizmlə bağlı. Onun üstündən prekonvensional səviyyəni izah edək. Deməli, itaət cəzada nədir? Məsələn, deyək ki, mən uşaqlara hər hansısa bir, deyək ki, kəsəgə keçirirəm. Kəsəgə zamanı deyirəm ki, uşaqlar, heç kim heç kimə kömək eləməsin. Mən bu qoyduğum bir qaydadır ki, heç kim heç bir şagird yoldaşına kömək eləməsin.
Deyək ki, parta yoldaşı biri digərindən kömək istəyirsə, itaət cəza mərhələsindən danışın. Parta yoldaşıdırlar, biri digərindən kömək istəyir. Qorxur biri, bir parta yoldaşı və digər ikinci parta yoldaşına kömək eləməkdən çəkinir. Kömək eləməkdən niyə çəkinir? Çünki müəllimin ona cəza verəcəyindən, mənim ona cəza verəcəyimdən qorxur. Bax, əgər cəzaya görə mənim dediklərimə itaət eləyirsə, bu uşaq prekonvensional səviyyənin itaət cəza mərhələsindədir. Bu mərhələdə sən qoyulan qaydaları heç bir qeyd-şərtsiz qəbul edirsən və qaydaları pozanda ona qarşı cəza alacağını bilirsən. Ona görə də qaydaları pozmamağa çalışırsan. Bu sənin mənəvi inkişafının birinci mərhələsidir. Aydındır? Birinci mərhələdə oldu necə? Mən qayda qoydum ki, heç kimi köçürməsin, heç kimdən köçürməsin. Uşağın biri digərindən kömək istəyəndə ona kömək eləmədi. Kömək eləməmə səbəbi də oldu ki, mən onu cəzalandırasıydım. Əgər o kömək eləsəydi digər şagird yoldaşına, qoyulan qaydanı pozsaydı yəni. Bu belə. Bu oldu itaət cəzanın izahı. İkinci nədir? İndividualizmdir. İndividualizmdə olan uşaq nə edir bəs? İndividualizmdə olan uşaq deyir ki, yox, mən buna kömək eləyirəm riyaziyyat fənnində məsələn. Azərbaycan dilində mən ondan kömək istəyəcəm. Qoy ona kömək eləyim. Burada nə var ki? Burada individualizm, yəni şəxsi marağın var. İndividualizm digərinin adı şəxsi maraqdır. Bax, mənim şəxsi marağım var. Şəxsi marağım olduğuna görə də mən digər şagird yoldaşıma kömək elədim. Çünki mən riyaziyyatı yaxşı bilirəm, ona kömək eləyirəm. O da Azərbaycan dilini yaxşı bilir. O da Azərbaycan dili fənnində mənə kömək eləyəcək. Mən burada cəzanı falan fikirləşmədim. Sadəcə olaraq şəxsi marağıma uyğun olaraq hərəkət elədim ki, mənim bu günləri ona kömək eləyirəmsə, o da sabahları qayıdıb mənə kömək eləyəcək. Bu oldu prekonvensional səviyyənin birinci və ikinci mərhələsi. İtaət cəzada oldu ki, cəza var, nəsə eləsəm, itaət eləməsəm, mən o cəzaya belə deyək ki, məhkum olacağam, əgər qaydalara əməl eləmirəmsə. İndividualizmdə deyirəm ki, yox, mən ona kömək eləyəcəm, çünki bu günləri mən ona kömək eləyirəm, o da sabahları mənə kömək eləyəcək. Burada mənim şəxsi marağım var. Bu olur prekonvensionalın birinci və ikinci səviyyəsi. Keçdik digərinə. Baxın, burada itaət cəza haqqında yazılıb PDF-də. Bunu oxuyasınız. Sonra burada digər hissədə individualizm haqqında yazılıb. Yəni, hər biri haqqında uzun-uzadı danışmaq istəmirəm də. Sadəcə ümumi, belə deyək, qısa-qısa danışacağam. Göründüyü kimi deyir, hər iki mərhələdə uşaq mühakimə yürüdərkən qoyulmuş qaydanın pozulması nəticəsində yaranan deyir, vəziyyətə görə nə edir? Qərar verir. Yəni, individualizmdə də şəxsi maraqdadır. Birində qaydanı pozdu, şəxsi marağı var idi deyə pozdu. Digərində qaydanı pozmadı, çünki cəza alacaqdı. Bu belə. Gəldik konvensional səviyyəyə, ikinci səviyyə. Konvensional səviyyədə nə danışılır? Deyir, konvensional səviyyə yetkinlik dövründən, yeniyetməlikdən daha doğrusu yetkinliyə qədər olan dövrdür. Burada əsasən nəyin doğru, nəyin yanlış olduğunu sosial qaydaların qəbul edilməsi ilə xarakterizə olunur. Yəni, sosial qoyulan qaydalar var, ümumi qaydalar var. Və buradakı nəyin doğru, nəyin yanlış olmağı o qaydalara əsasən müəyyənləşir. Deyir, konvensional səviyyədə insanlar dəyərli hesab etdikləri şəxslərin qoyduğu standartlara özünküləşdirirlər. Yəni, özünün, belə deyək də, kumir hesab elədiyi şəxslər var, özünün, deyək ki, xoşladığı şəxslər var, onların qoyduğu qaydalar onun üçün standartdır. Bu zaman, deyir, həmin şəxslərin mənəvi dəyərlərini sorğu-sual eləmirlər. Yəni, cəmiyyət tərəfindən qoyulan qaydaları bu insanlar sorğu-sual eləmirlər. Mühakimə, deyir, şəxsin aid olduğu sosial qrupun, yəni, mənim olduğum cəmiyyətdə necə yanaşma varsa, mən ona uyğun olaraq düşünürəm. Mənim şəxsi bir düşüncəm falan yoxdur məsələlərlə bağlı. Cəmiyyətin müəyyən etdiyi qaydalara, mənəvi prinsiplərə uyğun olaraq mən avtomatik davranıram. Belə deyək də, qısalaşdırsaq belə deyək ki, mentalitetə uyğun olaraq rəftar eləyirsən. Yəni cəmiyyətin necə baxmağına uyğun olaraq hərəkət eləyirsənsə, sən konvensional səviyyədəsən. İkinci səviyyədəsən. Sonra gələk indi bunun mərhələlərinin izahına. Bunun mərhələlərində nə deyilir bəs? Bunun mərhələləri 2 yerə bölünür: qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Burada nədir? Qəbul olunmada nətərdir? Mən bayaqki misal üstündən izah eləyim. Deyək ki, mən demişdim ki, keçəyə keçirdirəm, demişdim heç kim köçürməsin və buna görə də məsəl üçün demişdim ki, köçürsə cəzalandıracağam. İndi burada necə olur? Burada qəbul olunma səviyyəsindədir. Qəbul olunma mərhələsində daha doğrusu uşaq özünü yaxşı göstərmək üçün nəsə bir hərəkət eləyir. Ya bunun üçün başqa bir misal çəkək, çünki bayaq dediyim misal buna uyğun gəlməyəcək. Məsələn, belə deyək də, hər hansı bir yaşlı insan var, məktəbin həyətindən keçir və bu uşaq gedir sırazo yaşlı insana kömək eləməyə çalışır. Kömək eləməkdən məqsədi nədir? Kömək eləməkdən məqsədi özünü müəllimlərə və digər şagird yoldaşlarına yaxşı göstərməkdir. Ki, mən görürsüz nə yaxşı insanam. Getdim, kömək lazım olan bir insana kömək elədim. Bax, əgər insan, uşaq deyək ki, bu cür hərəkət edirsə, deməli qəbul olunma mərhələsindədir. Konvensional səviyyənin qəbul olunma mərhələsində olan uşaq belə bir hərəkət edir. Özünü cəmiyyətə yaxşı göstərmək üçün. Və yaxud da Allah uzaq etsin, deyək ki, hər hansı bir qəza baş verib,
avtonəqliyyat hadisəsi baş verib. Adam deyək ki, maşından düşür, görür ki, qəza baş verib və qaçır qəza yerinə. Görür kömək lazımdır. Heç kim kömək eləməsə də bu gedir kömək eləyir. Amma məqsəd nədir? Məqsəd özünü qəhrəman kimi göstərməkdir ki, hə görürsüz, mən getdim kömək elədim. Mən yaxşı insanam. Yəni qəbul olunma mərhələsi belə bir insan, yəni qəbul olunma mərhələsində olan insan belə bir hərəkət eləyir. Bu qəbul olunma ilə bağlı. Dördüncü nədir? Dördüncü səlahiyyət və sosial nizamı qorumadır. Dedik ki, bu mərhələdə cəmiyyətin belə deyək, qanunları əsasdır da. Səlahiyyət sosial nizamı qorumada belə bir şey var. İnsan qaydalara əməl eləyir və qaydaların tərəfdarı kimi, belə deyək də, qaydaları kim yerinə yetirməlidirsə, onu məsul şəxs sayır. Məsələn necə? Deyək ki, hər hansısa bir şagird arasında dava baş verir məktəbdə. Bu dava zamanı deyək ki, bu şagird məsələyə qarışmır. Deyək ki, məsəl üçün də məktəbdə rəhbər şəxslər var, deyək ki, zavuz var, direktor var və bu məsələni həll edən şəxslər onlardır. Yəni onların səlahiyyəti çərçivəsindədir bu işi görmək. Ona görə də mən məsələyə qarışa bilmərəm. Sadəcə olaraq xaosu qorumaq naminə deyək ki, davanı aralaya bilərəm. Amma o belə deyək də məsələ ilə bağlı mənim belə deyək bir məsuliyyətim yoxdur. Mənim səlahiyyətim yoxdur. Mən sadəcə olaraq davanı deyək ki, aralaya bilərəm. Yəni xaos yaranmasın, dava yaranmasın deyə. Və bu işi görən əsas məsələ, yəni bu davanı belə deyək də sakitləşdirən, dava ilə bağlı bütün səlahiyyət məsələlər kimə aiddir? Direktordan deyək ki, zavud aiddir. Onlar bu məsələ ilə bağlı gəlib işlərini görməlidirlər. Yəni bu məsələyə baxmalıdırlar, bu məsələni araşdırmalıdırlar. Yəni adamın yanaşması belədir. Məsələn, deyək ki, bir oğurluq hadisəsi olur. Adam burada deyək ki, bu oğurluq hadisəsinin cavabını kim verməlidir? Polis. Çünki polisin işidir ki, gəlsin oğurluğu araşdırsın və belə deyək də qaydaları qorusun. Qaydalara riayət elətdirsin bütün insanları. Yəni kimin səlahiyyətindədirsə, onlar da həmin nizamı qorumalıdırlar. Yəni bu mərhələdə olan insanlar belə yanaşırlar. Deyək ki, məsəl üçün mən müəlliməm, sinifdə şagirdlər dalaşır, mənim səlahiyyətimə uyğun olaraq mən həmin davanın qarşısını alıram və sinifdə nizamı, sosial nizamı qoruyuram. Sinifdə xaosun yaranmasına şərait yaratmıram. Yəni məsələlərə belə yanaşan insan xaosun yaranmamaq üçün, qaydaların pozulmamaq üçün, belə deyək də dalva-dalaşın yaranmamaq üçün öz səlahiyyətlərindən istifadə edərək nizamı qoruyuramsa, mən konvensional səviyyənin səlahiyyət və sosial nizamı qoruma mərhələsindəyəm. Bu da oldu 4-cü mərhələ. 3-cü səviyyə olur konvensional səviyyə. Bu olur 1-ci səviyyə, bu olur 2-ci səviyyə, bu da olur 3-cü səviyyə. 3-cü səviyyə olur postkonvensional səviyyə, ən yuxarı, yəni səviyyə adlanır bu səviyyə. Postkonvensional səviyyə nədir? Burada inkişafın ən yuxarı mərhələsidir və inkişafın son 2 mərhələsi burada yerləşir. Mənəvi inkişafdan söhbət gedir. Bu mərhələləri birləşdirən ümumi cəhət nədir? Bu mərhələləri, yəni bu 2 mərhələni, postkonvensional 2 mərhələni birləşdirən ümumi cəhət qoyulan qayda və qanunların cəmiyyətə nə dərəcədə yararlı olmağını düşünməklə bağlıdır. Və burada biz öz şəxsi düşüncələrimizi irəli sürürük, şəxsi prinsiplərimizi irəli sürürük ki, görəsən bu cəmiyyətin qoyduğu qaydalar düzgündürmü, düzgün deyilmi, bu insan hüquqlarını qoruyurmu, ədalətlidirmi qoyulan qaydalar? Biz bu kimi belə deyək də qaydaları mühakimə eləyirik. Və bu zaman bizim belə deyək də öz vicdanımızın səsinə qulaq asmış oluruq, öz daxili səsimizə qulaq asmış oluruq. Və burada öz yanaşmamız var. Biz bəzən verilən qaydaları sorğuluyuruq. Aydındır? Verilən qaydaları sorğuluyursansa, verilən qaydaların ədalətli olub-olmadığını düşünürsənsə, sən postkonvensional səviyyədəsən. Və burada biz ümumi olaraq cəmiyyətin, belə deyək, maraqlarını nəzərə alırıq. Yəni cəmiyyətin ədalətli prinsiplərini nəzərə alırıq. Tək özümüz tərəfdən, ədalət tərəfdən baxmırıq da, bir də ki, ümumbəşəri dəyərlər tərəfdən, ümumi cəmiyyət tərəfdən ədalətli olub-olmamağına baxırıq verilən qaydaların, qoyulan qanunların. Bu olur postkonvensional səviyyə. Nə deməkdir? Gəlin indi baxaq bunun belə deyək bu mərhələlər üstündə izahına. Sosial müqavilədə necə olur? Sosial müqavilədə belə bir şey var. Deyək ki, məsələn, 2 insan dalaşır. 2 insan dalaşanda biri digərini vurur və vurulan insan əvvəllər kimisə öz gücündən istifadə edərək döyən insan idi. Sosial müqavilədə olan insan fikirləşir ki, bu insan əvvəl kimisə döymüşdü də, haqqınadır, qoy onu döysünlər. Mən gəlib ona kömək eləməyəcəm. Çünki o özündən zəifi döymüşdü, indi də özündən güclü, gəlib onu döyür. Maddi əxliyyatı yoxdur. Qoy o döyülsün. Çünki o döyülməli insan idi. Çünki o əvvəlcə qaydaları pozmuşdu, qaydalara riayət eləməmişdi, humanist formada digər insana yanaşmamışdı, onu belə deyək də tapdalamışdı, vurmuşdu, yıxmışdı, döymüşdü. Ona xəsarət yetirmişdi. Ona görə indi haqqıdır ki, kiminsə onu vursun. Yəni haqqına da onun başına belə bir hadisənin gəlməyi. Sosial müqavilədə olan insan belə düşünür. 5-ci mərhələdir. 6-cı mərhələdə olan universal tip prinsiplərdə olan insan isə
bunun tam əksini düşünür. Adam deyir ki, o da insandır, onun döyülməsinlər də. Düzdür, o əvvəl səhv eləyə bilər, o kimisə vura bilər, amma onu indi niyə kimsə döysün ki? Yəni yanaşma olaraq mənəvi inkişafın universaltek prinsiplər mərhələsində olan insan belə yanaşır. Düzdür, bunlar bir-birinə oxşar xüsusiyyətlər olmasa da, çox suallarda bunların bir-birinə oxşar xüsusiyyətlərini görəsiniz. Amma həmin oxşar xüsusiyyətlər zamanı variantlarda ya sosial müqavilə, ya da universal etik prinsiplər görərsiniz. Düzdür, burada tamam fərqli situasiya üzərindən izah elədim. Amma ola bilər ki, ümumi postkonvensionalla bağlı danışdığımda, o dedim yox, əvvəlki hissədəki, bunlar bir-birinə çox oxşuyur. Sosial müqavilə və universal etik prinsiplər. Çünki burada hər ikisində şəxsi mühakimə var. İnsanın şəxsi, belə deyək də, düşüncələri var. Sən qoyulan qaydaları sorğuluyursan burada. Və hər ikisində qoyulan qaydaları sorğuladığına görə bu variantlar çox vaxtı fərqli-fərqli verilir. Yəni nə sosial müqavilə ilə deyək ki, universal etik prinsiplər variantlardan birində, ikisindən biri doğrudursa, bunların yalnız variantdan biri verilir çox vaxt ki, siz rahat seçə biləsiniz bunu. Ona görə də bununla bağlı qorxunuz olmasın. Bu da oldu universal etik prinsiplər və sosial müqavilə ilə bağlı deyəcəklərimiz. İndi ümumiləşdirsək, qısalaşdırsaq ki, mənəvi inkişaf kimin nəzəriyyəsi idi? Lawrence Kohlbergin nəzəriyyəsi idi. Kohlberg bunu zehni inkişaf nəzəriyyəsinə tanış olandan sonra irəli sürmüşdü ki, insanların mənəvi inkişafları zehinlə birlikdə, belə deyək ki, inkişaf eləyir. Bu 3 səviyyədən ibarətdir. 3 səviyyənin də necə olduğunu tapır. Deyək ki, insanların bu məsələlərə yanaşmağına görə mən bunu 3 səviyyəyə bölürəm və 6 mərhələyə bölürəm ki, insanlar məsələlərə necə yanaşır və onların məsələlərə qarşı verdikləri mənəvi reaksiyalara uyğun olaraq da 6 mərhələ çıxardır. Birincisi oldu itaət cəza. Ona görə itaət elədin ki, sonda cəzalaşsın. Yəni mənəvi inkişafın ona görə belədir ki, sən cəzadan qorxursan deyə itaət edirsən. İkincidə sənin şəxsi marağın var. Sən şəxsi marağına görə hərəkət edirsən. Bu günləri sən kömək eləyirsən ki, sabah da sənə kömək eləsinlər. Qəbul olunma nədir? Özünü hamıya yaxşı göstərirsən. Sən qəhrəman sayırsan özünü. Hamı səni qəhrəman kimi tanısın, yaxşı bir insan kimi tanısın. Ona görə rəftar eləyirsən. Səlahiyyət sosial nizamı qorumada sən xaosun qarşısını almağa çalışırsan və belə deyək də, səlahiyyətlərindən istifadə eləyərək nizamı qorumağa çalışırsan. Qoymursan ki, xaos olsun. Yəni belə deyək də, xaos olmaq o demək ki, dava-dalaşın, belə deyək də, düzgün qaydaların pozulmağının qarşısını alırsan burada. Səlahiyyət və sosial nizamı qorumada. 5-ci sosial müqavilədə sən verilən fikirləri, verilən belə deyək də, hər hansı bir situasiyanın sorğuluyursan. Qoyulan qanunları ədalətli olub-olmadığını sorğuluyursan. Və bəzən sən burada hətta düşünürsən ki, kiməsə pislik eləmək belə ədalətli sayıla bilər. Ona görə ki, o əvvəl kiməsə pislik eləyibdi. Sosial müqavilə budur. Universal etik prinsiplərdə isə sən çox humanist insansan. Deyirsən ki, yox, bir insan digərini öldürübsə də, biz o insana cəza verməyə bilərik. Hər hansısa bir vəziyyətdə. Çünki o özünü, belə deyək də, qorumaq üçün bunu eləyib və yaxud da onun deyək ki, düşüncəsi onu həqiqətən də öldürmək olmayıbdı. Universal etik prinsiplər isə daha belə üst səviyyədir, daha mükəmməl insan səviyyəsidir və insanların çox az səviyyəsi postkonvensional səviyyədə olurlar. Yəni postkonvensional səviyyənin sosial müqavilə və universal etik prinsiplər mərhələsində olurlar. Yəni bu çox az insana malik olan, belə deyək də, mənəvi inkişafın səviyyəsidir. Belə, bu mənəvi inkişafla bağlı qısacası deyəcəklərimiz. İndi gələk son olaraq burada dilemma hissəsi və mənəvi inkişafı necə inkişaf elətdirə bilərik, o hissəyə baxaq. Biz mənəvi inkişafla bağlı müəyyən dilemmalar görəcəyik. Dilemma nədir? Dilemma hər hansısa bir situasiyada, hər hansı bir hadisə zamanı 2 və daha çox seçim arasında qalmağımızdır ki, yəni bu sizə belə bir sual verilir və siz o sualda, situasiyada, verilən vəziyyətdə 2 və daha çox seçim arasında qalırsınız. Çox çətin bir vəziyyətdir. Yəni bu dilemmalar. Burada Heinz dilemması var. Heinz dilemmasında belə deyək də, sadəcə olaraq bir belə deyək yanaşmadır. Uşaqların fikirlərini bilmək üçün bu Heinz dilemmasından istifadə olunur. Bunun kitabda böyük bir cədvəli var. Sadəcə olaraq cədvəldə yazılanlar şablondur, onları burada əlavə eləməmişəm. Sadəcə izah eləmək üçün də bu qısa hissəsini əlavə eləmişəm. Kohlberg dilemmalardan istifadə eləyərək uşaqları fikirlər yürütməyə sövq eləyir ki, qoy onların fikirlərini bilsin və bu fikirlərini bilərək də onların hansı səviyyədə olduğunu görsün. Səviyyədə olduğunu görmək, o deməkdir ki, əvvəldə demişdik ki, biz uşaqların hansı səviyyədə, mərhələdə olduğunu bilək və onu inkişafa yönləndirək. Biz onlarda səhv axtarmayaq. Hansı səviyyədə və mərhələdə olmaqlarını bilməyimiz onlarda səhv axtarmağımız demək deyil. Onları inkişafa doğru aparmağımızdır. Heinz dilemması nədir? Qısa olaraq onu deyək. Deyir, Heinz, belə deyək də, Heinzin qadını, yoldaşı, xanımı ölüm ayağında olur və bu zaman əcrası qiyməti, dərmanın qiymətini öz qiymətindən, istehsal qiymətindən 10 dəfə baha satır.
Hans da deyir, dərman baha olduğu üçün bunu ala bilmir, nə də kimdənsə borc almaqla da problemi həll eləyə bilmir. Hans əczaçıdan deyir, xahiş eləyir ki, dərmanı yarı qiymətə satsın, lakin əczaçı bu xahişi rədd eləyir. Yoldaşının həyatını xilas eləmək üçün Hans dərmanı oğurlayır. Sonra Kolberg müxtəlif suallarla müraciət eləyərək şagirdlərə Hansin düz eləyib, düz eləmədiyini soruşur. Və burada müxtəlif suallardan istifadə olunur. O sualları yazmamışam, çünki onlar şablondur. Sadəcə bu sual üzərindən belə hətta deyək ki, siz bu belə deyək, dilemmaya cavab verib mənəvi inkişafın hansı səviyyəsində olduğunuzu görə bilərsiniz. Amma bu o demək deyil ki, yəni bir suala cavab verən insan, məsəl üçün deyək ki, mənəvi inkişafın hər hansısa bir mərhələsində olan insan digər bir situasiyada yenə eyni cavabı versin. Orada fərqli cavab da verə bilər. Məsələn, deyək ki, siz bu dilemmaya baxaraq verdiyiniz cavaba uyğun olaraq mən sizə deyirəm ki, məsəl üçün də deyək ki, özünüzü yoxlayırsınız. Deyə bilərəm ki, sən deyək ki, qəbul olma mərhələsindəsən. Deyirsən ki, hayz getsin, oğurlasın, eybi yoxdur. O öz yoldaşını xilas eləyir. Yəni cəmiyyət də bunu Hayzda qəhrəman kimi görəcək, çünki öz yoldaşını xilas eləyir. Hayz yanaşması belə olsa ki, qoy mən gedim dərmanı oğurlayım. Yəni siz özünüzü Hayzın yerinə qoyursunuz ki, qoy getsin dərmanı oğurlasın, cəmiyyət onu qəhrəman kimi görəcək, çünki yoldaşını xilas elədi. Və bu qəbul olma mərhələsindədir. Və yaxud da Hayz düşünə bilər ki, hə o mənim yoldaşımdır da, mən onu niyə görə ölməyə qoyum ki? Gedim onun üçün dərmanı oğurlayım. Və bu individualizm. Çünki burada Hayz öz sevdiyini qorumağa çalışır. Öz şəxsi marağı var burada. O mənim istədiyimdir, mən ona görə oğurlayıram. Belə yanaşmadadır. Yəni burada müxtəlif cavablar vermək olar və bu müxtəlif cavablara görə də hansı mərhələdə olduğunuzu görə bilərsiniz. Bir də son olaraq burada nə var? Son olaraq burada biz belə deyək, mənəvi inkişafı necə inkişaf elətdirə bilərik? Mənəvi inkişafı təmin etmək üçün nələr eləyə bilərik? Müxtəlif iş üsullarından istifadə eləyə bilərik. Sonra refleksiya eləyə bilərik. İlkin biliyə əsaslanan metoddan istifadə eləyə bilərik. Yəni burada real təcrübələri şagirdlərə belə deyək, öyrətməliyik. Nə mənada? Onları sosial işlərə cəlb eləyərək, hər hansısa kimsəsiz uşaqlara kömək eləyərək, fiziki qüsurlu insanlara kömək eləyərək, təbiəti qoruma layihələrinə belə deyək də, onları həvəsləndirərək, onları orada iştirak eləməyə həvəsləndirərək, onlarda mənəvi inkişafı formalaşdıra bilərik. Bu da mənəvi inkişafı təmin etmək üçün lazım olan deyək ki, strategiyalar, metodlar. Belə, bugünkü dərsimiz bu qədər mənəvi inkişaf nəzəriyyəsindən bağlı. Məncə aydın oldu, elə çətin bir dərs deyil. Düzdür, söz çoxluğu PDF-də çoxdur, amma dərsin özü belə deyək, sadə bir dərsdir. Sadəcə olaraq insanın qoyulan situasiyalara qarşı beyindəki düşüncəsini ölçmək üçündür ki, yəni bu insanın beyindəki düşüncəsi nədir və bu beyindəki düşüncələr onun mənəvi inkişafının hansı səviyyədə olduğunu göstərir. Və bir şey də unutmayaq ki, biz hər hansı bir cavab verməyimiz bizim səhv və yaxud da düz deməyimiz mənasına gəlmir. Sadəcə olaraq bizim hər hansı bir cavabı verməyimiz bizim hansı səviyyənin, hansı mərhələsində olduğumuzun göstəricisidir. Və əsas məsələ biz müəllim olaraq gələcəkdə biz bu mərhələləri deyək ki, şagird əgər individualizmdədirsə, onu daha üst mərhələlərə keçirməliyik və bütün insanların hamısı universal prinsiplərdə olsa, dünya çox gözəl bir yer olar mənəvi inkişaf nəzəriyyəsinə görə. Belə, bu da bugünkü dərsimiz.